ömrünün 40 ilini Qafqazda ən qədim məktəblərdən sayılan 5 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi çalışan Xatirə Əhmədova deyir ki, bir zamanlar bu məktəbdə işləyən Mirzəfətəli Axundov, Əbdurrəhim bəy Haqverdiyev kimi mən də həqiqətən sənətimi çox sevirəm. Uzun illərin təcrübəsini qazanan müəllimə bütün dərslərdə əyani vəsaitlərdən maksimum istifadə etməklə, təmkinlə, qayğı ilə hər bir uşağın qəlbinə qısa bir zamanda yol tapır. Təsadüfi deyil ki, onun şagirdləri həmişə sınaq imtahanlarından uğurla keçir, bütün imtahanlarda aktivlik nümayiş etdirir, maksimum nəticələr göstərirlər. Mən peşəmi sevirəm. Uzun illər onunla bir kollektivdə çalışan həmkarları deyir ki, Xatirə müəllimə yüksək intellekt, potensialı olan bir müəllimə olmaqla yanaşı, öz üzərində işləyən, həmişə şagirdləri öndə aparmağı bacaran bir müəllimədir. Hamımız istəyirik ki, uşaqlarımız onun sinifində olsun. Xatirə müəllimin illərin təcrübəsindən keçən müdrikliyi ilə, şagirdləri olan qayğıkeşliyi ilə, hər birinə ayrı-ayrılıqda fərdi yanaşması ilə, diqqəti ilə, yəni bütün müəllimlərin içərisində seçilir. Hər bir uşağa ana qayğısı ilə yanaşan müəlliməni valideynlərindən biri də təsvir edir və deyir ki, uşağımın belində onun şərfinin olduğunu görəndə kövrəldim. Öz-özümə qeyri-adi dedim ki, indi belə müəllimlər azdır. Hansı sahədədirsək, yəni mükəmməl bir insandır. Ən çox da mən valideyn kimi rastlaşdığım bir məqamı sizə çatdırmaq istəyirəm ki, Fəhmin narahat olmuşdu dərsdə. Bizə evə xəbər vermədən öz gündəlik başında taxtığı başın şalın Fəhminə belinə sarıdı. Bunun deyək ki, narahatçılığını ortadan qaldırdı da. Hal-hazırda gənc nəsilə biz baxsaq, bəlkə də o qayğı bugünkü gənc nəsil analarda belə yoxdur. Yazmaq üçün ilk qələmi sən vermisən əlimə, üşüyəndə baş şalımı bağlamısan belimə, hər uğrumda əllərin sığal çəkib telimə, mən bir buğda daniyəm, kimdə onda sümbülüm, xatirə müəlliməm qəlb çiçəyim tərgülüm. Ən çətin anlarım 5 ildən sonra öyrətdiyim uşaqlardan ayrıldığım anlar olur. Elə bil ananı baladan ayırırsan deyə gözləri yaşla dolan müəllimə dedi ki, təsəllim odur ki, onları vətən üçün hər tərəfli yetişdirməyə çalışmışam. 4-dən verəndə elə bil ki, ana baladan ayrılır. Bax, şəxsən mən özümə elə hiss edirəm. O qədər ki, öyrəlirəm. Nə də elə bil ki, mən ilk evladım sayılır da, onlar da, bunlar da. Amma zaman keçdikcə elə bil adiləşir. Niyə? Hiss edirsən ki, kənardan baxırsan, görsən ki, onları da etibarlı əllərə vermisən. Bir növ təsəlli tapır adam ki, onlar artıq da etibarlı insanların əlindədir. Mən fokuslanım öz indi təzə götürdüyüm uşaqlara. Cəmilə Nəsir qızı Rəhman Həkimzadə, Həcər Həsənova bugün informasiya proqramı üçün. Əziz müəllimim.